Modul bərabərsizliyə aid bir misalda baxmaq istəyirəm. Modul bərabərsizliklərin şərtləri var. E, O şərtlər məsələn modulda x böyükdür olduqda biz heyət götürməliyik. Heyət bu şəkildədir. Əgər modulda modul yəni kiçikdir olsa, əgər bərabərsizliklər sistemi nəzərə alınmalıdır. Məsələn, 38-ci misala baxaq. 38-ci misalda modul ifadə x kiçikdir 4,9-dur. Təbii ki, modul kiçikdir olduğu üçün biz sistemlə həll edəcəyik. Modulun qaydası nə idi? Bir dəfə müsbət götürəcəyik, bir dəfə mənfi. X kiçikdir 4,9-dan, x böyükdür mənfi 4,9-dan. Bu zaman hər iki şərti nəzərə aldıq. Ədəd oxununda bərabərsizliklər sistemi olduqda kəsişmə olacaq. Ədəd oxu üzərində qeyd edirik. Mənfi 4,9 müsbət 4,9. Mənfi 4,9-dan böyüklər, 4,9-dan kiçiklər. Kəsişmə olduğu üçün cavabımız olur mənfi 4,9 müsbət 4,9. Neçə tam həlli vardır? Mənfi 4,9-dan böyük mənfi 4-dür. Mənfi 3, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4. 9 tam həlli olacaq B variantı. Bu şəkildə.